hər kəsə. Bugün sizlərə standart division haqqında danışacağım. Gəlin görək ümumiyyətlə standart division nədir və biz onu hesablamadan bəzi tipik suallara necə cavab verəcəyik. Onları öyrənək. Ümumiyyətlə standart division bildiyimiz kimi ədədi ortaya əsasən, yəni ədədi ortadan çıxan nəticədən müəyyənləşdirir ki, bu datada verilən rəqəmlər, verilən ədədlər çox səpələnmişdir, yoxsa bir-birlərinə yaxın ədədlərdir. Yəni standart division demək olar ki, elə səpələnməni müəyyən edir, səpələnməni xarakterizə edir. Əgər bizim standart divisionumuz small standart divisiondirsə, biz deyəcəyik ki, okey, burada ədədlər bir-birlərinə çox yaxın yerləşiblər. Məsələn deyirəm 10, 11, 12, 13. Yəni məsələn ardıcıl ədədlərdir. Bu şəkildə bir datamız var deməkdir. Yox, əgər large standard division varsa, bu o deməkdir ki, deməli ədədlər bir-biri ilə çox geniş şəkildə, yəni səpələnmiş şəkildə yerləşib. Məsələn, 5, 8, 20, məsələn 90. Gördüyünüz kimi bu ədədlər bir-birlərinə çox səpələnmiş, yəni aralarında böyük məsafə olan ədədlərdir. Ümumiyyətlə, yəni belə bir qısa qeyd kimi yadımızda saxlaya bilərik ki, əgər bir-birlərinə yaxındırsa o zaman smaller standard division, yox bir-birlərinə deyək ki, uzaqdırlarsa o zaman large standard division olacaqdır. Gəlin belə bir suala baxaq. Deyir ki, consider the two data sets. Gördüyünüz kimi bizə iki dənə set verib. Set A and set B. Set A'da rəqəmlərə diqqət yetirsək, ədədlərə diqqət yetirsək 8, 9, 10, 11, 12. Set B-də isə 2, 6, 10, 14, 18. Sualda deyir ki, which statement is true? Məsələn, A'da deyir ki, set A has a large standard division. Gəlin baxaq görək bu ifadə doğrudurmu? Biz demişdik ki, large standard division o deməkdir ki, ədədlər bir-birləri çox uzaqda yerləşib. Amma bura baxsaq 8, 9, 10, 11, 12 tam bir-biri ilə arada gələn ədədlərdir və bu variant doğru olmayacaq çünki standard division burada kiçikdir. Ədədlər bir-birlərinə yaxındır. Gəlin B-yə baxaq. Set B has the large standard division. Gəlin görək doğrudurmu bu? Baxın, həqiqətən də 2, 6 arada 4 məsafə, 6, 10 arada 4 məsafə, 10, 14. Yəni aralarında məsafələr olduqca genişdir. Bu o deməkdir ki, deməli standard division burada genişdir, böyükdür və B variantı doğru olacaqdır. Bəs C, both have the same standard division doğru deyil, çünki bir-birlərindən fərqləndilər. There is not enough information, yox, elə deyil. Biz artıq müəyyənləşdirə bildik ki, böyük standard division nə deməkdir? O zaman ədədlər geniş şəkildə dayanacaq. Bu qədər.